Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə nəqliyyat sektorunda kiber təhlükəsizlik mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan assosiasiyanın icraçı direktoru Rauf Cabbarov bildirdi ki, kritik informasiya infrastrukturu sahəsi kimi təsbit olunmuş nəqliyyat sektorunda kiber təhdidlərin çoxalması, habelə qlobal kontekstdə nəqliyyat və logistika xidmətlərinə yönəlmiş kiber hücumların sayında artım dinamikası müşahidə olunmaqdadır. Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası mütəbadi olaraq vaxtaşarı bu tip sektorial görüşlər keçirdir. Bu görüşlərin məqsədi fərqli sektorlarda olan kiber təhlükəsizlik məsələlərini müzakirə etmək, dövlət, özəl qruplar nümayəndələrini bir araya toplamaq, onlar arasında müzakirə formatlı formalaşdırmaq və gələcəkdə həmən sektorda hər hansı bir kiber təhdidləri qabaqlamaq və qabaqlayıcı addımlar görməkdir. İcraçı direktor qeyd etdi ki, sektorun inkişafı ilə paralel olaraq mövcud təhlükəsizlik prosedurlarının və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və yeni mexanizmlərin formalaşdırılması zərurəti yaranır. Tədbir zamanı digər çıxışçılarla birlikdə nəqliyyat və logistika sektorunda kiber təhlükəsizliyin təmin edilməsi, o cümlədən mövcud kiber təhdidlər və onlarla mübarizə yolları müzakirə edildi. Görüşdə aidiyyatı dövlət qurumlarının, nəqliyyat və logistika xidmətləri göstərən şirkətlər, o cümlədən Aktanın üzvü olan şirkət və təşkilatların sahə üzrə rəhbər və kiber təhlükəsizlik üzrə məsul şəxsləri iştirak etdilər. Kamal Hüseynli, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.